Hər kəs həmin o sevginin əbədi olmasını istəyir. Amma həyatın acı reallıqları göstərir ki, belə senarilər hər zaman olmur. Avropada son 50 ildə boşanmaların sayı 2,5 dəfə artıb. Evliliklər isə 2 dəfə azalıb. Nəysə ki, bir boşanmanı öncədən görmək mümkündür və elmi araşdırmalar da bunu sübut edir. Biz dünyanın daha xoşbəxt və güclü ailələrlə dolmasını istəyirik. Buna görə də bəzi araşdırmaları nəzərdən keçirərək alimlərin müəyyən etdiyi erkən boşanmanın 9 əlamətini sizinlə bölüşmək istədik. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Fikirlərinizi rəy bölməsində yazın. 1. Uşaqlıq şəkillərində gülüşlərin sayı. Psixoloqlar uşaq və gənclərin şəkillərinə baxaraq boşanmanı proqnozlaşdırmaq mümkün olub-olmadığını öyrənmək üçün bir sıra testlər keçiriblər. Bir araşdırmada elm adamları universitet illiklərində yığılmış şəkillərə baxdılar və gülümsəmələri 1 ilə 10 arasında qiymətləndirdilər. Qiymətləndirmə iki əzələnin nə qədər uzandığına əsaslanırdı. Biri ağzı daraldırdı, digəri göz ətrafında qırışlar yaradırdı. 10 bal toplayan gülüşlərin heç biri boşanmayıb. Bununla belə, üzünü buruşduranların 4də biri boşanıb. Ümumilikdə nəticələr göstərdi ki, şəkillərdə kədərli görünən insanlar gülümsəyənlərə nisbətən 5 dəfə daha çox boşanırlar. 2. Səslərin duyğusal tonu. Bir kompüter algoritmi yalnız cütlüklərin bir-biri ilə ünsiyyət qurduqları səs tonundan istifadə etməklə evliliyin uğurunu 79% dəqiqliklə proqnozlaşdıra bilir. Alimlər psixoloqla görüşən 100-dən çox cütlüyün danışıqlarını analiz etdi və sonra onların ailə vəziyyətini 5 il boyunca müşahidə etdilər. Səsdəki intensivlik, yüksəklik, xırıltı və titrəmə güclü duyğulardan xəbər verə biləcəyi məlum olub. Alimlər deyir ki, önəmli olan tək şey nə söylədiyiniz deyil, əsl önəmli olan bunu necə dediyinizdir. Araşdırmalarımız göstərir ki, bu, cütlük münasibətləri üçün də keçərlidir, dedilər. 3. Qarşı cinsdən olan iş yoldaşları. Danimarkalı araşdırmacıların fikrincə, daha çox əks cinsdən olan həmkarlarının əhatəsində olan insanların boşanma ehtimalı 15% çoxdur. Bu problemlə bağlı araşdırma geniş miqyaslı bir araşdırmaya çevrildi və 1981-2002-ci illərdə Danimarkada evlənən bütün cütlüklər bu araşdırmaya daxil edildi. Məlum olub ki, bu cütlüklərdən 100 mini artıq boşanıb. 4. Ananın böyütmə tərzi. Boşanmaq üçün müraciət edən çox vaxt qadınlar olur. Bundan əlavə, bəzi araşdırmalar göstərir ki, cütlüklərin əksəriyyəti valideynlərinin, xüsusən də analarının davranışlarını kopyalayır. Sosioloqlar 7000 insanın davranışını araşdırıblar və müəyyən ediblər ki, əgər ana yeni münasibətə girirsə, istər evlilik, istərsə də birgə yaşamaq olsun, onun yetkin övladları da çox vaxt eyni şəkildə davranır. 5. Münaqişələri görməzdən gəlmək. John Gottman baş verəcək boşanmanın 4 əlamətini verdi. Hörmətsizlik, qurban mövqeyində olmaq, tənqidlərə və münaqişələrə məhəl qoymamaq. Məhşərin 4 atlısı ilk baxışda günahsız görünsə də, əslində bu, praktikada çox təhlükəli davranış strategiyasıdır. Fikirləşin ki, bir müddətdir sizi əsəbləşdirən bir məsələ ilə bağlı qızğın mübahisəyə hazırsınız və partnyorunuz birdən söhbətə davam etməyi dayandırır. Cütlüklər bunu etməklə hüzuru qorumuş kimi görünsələr də, bu yanlışdır. Düzdür, mübahisə və çəkişmə ümumiyyətlə ünsiyyətin ən yaxşı hissəsi deyil, lakin həll yollarını tapmaqda yenə də faydalı ola bilər. Həll olunmamış problemləri üzə çıxarmaq üçün onlara ehtiyacımız var. Əgər 2 nəfərdən biri bu vəziyyətlərə məhəl qoymamağa davam edərsə, gərginlik getdikcə artar və həll olunmaz hala gələ bilər. 6. Ərin həyat yoldaşının dostlarına qarşı mənfi münasibəti. Alimlər 16 ildən çox evli olan 373 cütlüyün münasibətlərini araşdırıblar. Cütlüklərin 46%-nin nikahın 16-cı ilinə qədər boşandığı, nikahın ilk ilində ərin arvadının dostlarına
tez-tez tənqidi münasibət göstərməsinin gələcək boşanmanın xəbərçisi olduğu ortaya çıxıb. Alimlər bunun qadınlarla dostları arasındakı münasibətlərin duyğusal yaxınlıq və dəstəyə əsaslandığı üçün daha uzun sürməsi ilə əlaqələndirirlər. Kişilərin dostluqları daha çox birgə fəaliyyətə əsaslanır. Buna görə də kişilər üçün ünsiyyət mühitini dəyişmək daha asan olduğu üçün xanımlarının sevmədikləri dostlarla barışması da çətinləşir. 7. Yeni evlənənlərin bir-birinə həddindən artıq marağı. Psixoloq Ted Houston evliliklərinin 13-cü ilində 168 cütlüklə araşdırma aparıb. Nəticələri 2001-ci ildə Interpersonal Relations and Growth Processes jurnalında dərc edilən bu araşdırmaya görə məlum oldu ki, evliliklərinin 7-ci ilində boşanan cütlüklər hələ də uğurla evli olan cütlüklərə nisbətən bir-birlərinə az qala 1/3 daha çox maraq göstərirlər. Güclü romantik hisslərlə münasibətə başlayan cütlüklər bu hisslərin intensivliyini saxlamaq üçün çox çətin olduğu üçün ayrılma ehtimalı daha yüksəkdir. Uzman Aviva Pats bu vəziyyəti belə izah edir. İstər inanın, istərsə də inanmayın. Daha az Hollywood romantikası ilə başlayan evliliklərin çox vaxt daha perspektivli gələcəkləri olur deyə bildirir. 8. Yoxsulluq və işsizlik. Təəccüblü deyil ki, çətin şəraitdə yaşamaq heç də asan deyil. Belə ailələrdə münasibətlər maddi cəhətdən normal ailələrə nisbətən daha tez-tez pozulur. Valideynlər üçün ayrılığın maddi nəticələrinə dair araşdırmanın həm müəllifi Bob Birrell bunu təsdiqləyir. İnsanlar hesab edir ki, sistem kişilərin cibindən pul çıxarmaq üçün qəddarcasına işləyir. Reallıqda isə ayrılıb boşanan kişilərin çoxu belə aşağı gəlirli insanlardır. Ana və uşaqlarına çox az pul xərcləyə bilənlər. 9. Dar yataq. Cütlüklər zehni və fiziki sağlamlıqları üçün ayrı və ya çox geniş yataqda yatmalıdırlar. Bu, onların yaxşı yatması və ailədə sağlam mühitin olması üçün daha yaxşıdır. Yuxu problemləri ilə bağlı araşdırma aparan alimlər müəyyən ediblər ki, cütlüklərin 30-40%-i ayrı çarpaylarda yatırlar. Bu, əslində yaxşı haldır, çünki keyfiyyətsiz yuxu boşanmaya səbəb ola bilər. Buna görə də münasibətlərinizi möhkəm saxlamaq istəyirsinizsə, yaxşı yatmağı unutmamalısınız. Bəs siz yaxınlaşan boşanmaya işarə edən və ya problemlərin həllinə kömək edən başqa şeyləri bilirsinizmi? Bildiklərinizi rəy bölməsinə yazın. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.